Ey Azerbaycan jurnalistleri. Ey Azerbaycan'da adını jurnalist koyanlar, aparıcılar. Başta tolik olmaktan hamınızın ananızın başınızın ağzına verim. Hamınızın ananızı başınızı it siksin. Hamınızın ananızı başınızı elə Xaçaturyan emizdirsin. Xaçaturyanın daşşaqları ananızın başınızın ağzına olsun. Niye sesiniz çıkmır ha? Ha? Ay qəhrəmanlıqdan, kişilikdən danışanlar. Babudur bax, ay Tolik, niye sesin çıkmır ay Tolik? Ay senin ananın başının ağzına. Ay senin ananın başının ağzına el o çıxan Xaçaturyan versin. Niye sesin çıkmır ha? Niye demeysen ki ay hökumət? Ay hökumət. Budur bax, bununla bax prezident aparatının məktublar şöbəsinin rəisi var ya, baba Süleyman, bu var ya, baba bu oğraşla cinsel geçiren oğraşdı bax. Ala. Bax bununla bax nədir bu oğraşın adı nədir? Uf, sahib Ələkbərov. Cinsel age girirlər, baba bu oğraşlar, bak bununla bu cinsel age girir, bak. Bak. Değerli vətənlər. Sabah gəl görün nə qərar verilir, bak. Yukarıdan qərar qəbul edilib, onu sizə çatdırıram. Sabahtan müxtəlif kampanyalar başladılacaq. Xalqdan sadəcə istənilən budur ki, həmin kampanyalara efiri dəstəkləməklə, paylaşımları bəyənməklə dəstək verin. Sabahtan kampanyalar başladılacaq. Hərəkat başladılacaq. Media üzərindən. Xahiş olunur ki, hər biriniz onları paylaşmaqdan dəstək verəsiniz. Kampanyalardan birincisi belə olacaq. Şəhid ailələri evladlarının qanını batırdı. Şəhid ailələri evladlarının qanını batırdı. Qırmızı pişik kimi yiyirlər bax qanını. Pişik kimi yiyirlər ha. Deyələmə, sahib Ələkbərovdur. Anar Ələkbərovun atası. Bakın, Anar Ələkbərovun atasıdır bak, sahib Ələkbərov. Kimdir? Leylanı qayran Anar Ələkbərovun atasıdır. Leylanı əmizdirən, Leylanın zapas təkəri. Bak bunun atasıdır, bak bu petuğun bak. Qəhbə var ya, bu qəhibə, cındır var ya, cırıq. Bak bunu tanıyırsınız da bu cırığı. Anası ağzından hamilə qalan tanıyırsınız da. Bak bunu. Bak bu atası da, atası kimdir bilirsiniz de? Sahib. Atası sahib, bak bu petuq bak. Bak bu qəhbə, bak bu qəhbə. Atası da bu da, bak bu qəhbə de, bu qəhbə. Bak bu. Bak bu, değerlemedim. Ata bala Toriki kayırır. Bakın ha, ata bala bunlar ikisi de Toriki kayırır. Anarın atası Petuh İktisadiyyat Nazirinin muavinidir. İktisadiyyat Nazirinin muavinidir. Ata bala Toriki kayırırlar. Bak bunu kayırırlar. Bak Toriki. Ata bala. Bak bunu. Hani vətən şüvənlər. Vətən sevənlər. Ay hamınız TikTok'ta özünüzü lezvalıyırdınız ha. Sesini çıkartmayan anasının bağışını dilinin üstüne tökək. Bak etiraz eləməyənin. Şəhid anası. Gazi anası. Ne bileyim avtobus muhalifeti, avtobus jurnalisti, etiraz eləməyənin, sesini çıxartmayanın, harada xeyirdə, şərdə, nə medyada, neyi bacarırsa orada etiraz eləməyənin, elə arvadının, qızının ağzına elə Xaçaturyanın daşşaqları olsun. Vəssalam. Ay, görün, mənə maraqlıdır ya. 2 saata qədər yayımdayam. Bir şəhid anasının narahat olub efirə qoşulmur ha kişi. Niyə qoşulmur bilirsinizmi? Deyirlər, səsini kəs. Qampuludumu, ev növbəsindən çıxardarıq, verdiğimiz evi əlindən alarıq, maşın uçretindən çıxardarıq, verdiğimiz maşını əlimizdən alarıq, şəhidlik pulunu kəsərik. Bax, balasının qanını satmaq budur, bax. Bugün Xaçaturyan kimi xalqımın namusunu əzən Xaçaturyanın buraxılmasına mən ən çox istəyərdim şəhid anaları qoşulsun efirə. Haradasınız ay şəhid anaları? Haradasınız ay birinci grup gaziler, ikinci grup gaziler, onların anaları? Haradasınız? Siz bu kadar mı pula susamışsınız? Bu kadar mı balanızın kanını satırsınız? Yazıklar olsun size. Yazıklar olsun size. Ona göre ben deyirəm, bu şehitler İlham Əliyevin şehididir. Ala, öldürttürdün mü? Qarabağ mənimdir mi? Vizayla bıraktırıram mı? Hələ senin de kanını pulunla satın aldı mı? Siktir ona git. Siktir ona git. Sesini çıkartarsan götünü qayraram, verdiğimi elinden alaram. Balanın kanını satın aldım. İlham Əliyev deyir. Ona göre de Qarabağı özel bahçesi kimi istifadə. Ona göre Qarabağı bahçesi kimi istifadə edir. Haradadır şəhid analar? Niye biri zəng eləmədi? Niye qaziler zəng eləmədi? Mən deyəndə ki, bu şəhid analarının en başında duran şəhidlər kimdir? Raquf, Polat Həşimov, Mübariz İbrahimov, elə Pəncəli və s. Bunların bir dənə en zayıf siyasi məhbusun vətənsevərliyi bunlardan üstündür. En zayıf siyasi məhbusun vətənsevərliyi Mübariz İbrahimov'dan da üstündü vətənsevərliyindən. Onlar sağ qalsaydı İlhama üsyan eləyərdilərmi? Eləyə Mənim yerimən olsalar nə eləyərdilər? Milyonu götürüb indi Amerikadan belə həyatını yaşayardılar. Ay qardaş, ay anam bacım. Erməniyə qarşı savaşmaq hər kişinin işidir. Hamının işidir. Torikin yanındakı Petuq da qazidir. Ama
Əliyevlərə qarşı savaşmaq, zalimlərə qarşı savaşmaq, demokratiya, İmam Hüseyin yolu getmək ər kişinin işidir, nər kişinin işidir. Bu yol hər adamın yoludur. Odur bax, şəhid analar necəsiniz? Ay şəhid anaları, bax, bax, Xocalıda bütün xalqımızın namusunu zorlayan, zorlattıran, xaçaturyan İlham Əliyev tərəfindən gizli azad olundu. Paşinyan paylaşmasaydı xəbərimiz olmayacaqdı bəlkə. Ay şəhid anaları, 2 saat efirdə oldum, səsinizi çıxartmadınız ha. Balalarınızın qampulunu giyirsiniz ha. Burnunuzdan gəlsin. Ay qazilər, qazi anaları, qanınız tökülüb ha, qanınız tökülüb İlham Əliyevin maraqları üçün. Xalqın marağına perevod olmuyubdur. İlhamın marağı üçün. O qampulumuzu giyirsiniz ha, başınızı soxmusunuz həriniz biriyə. Haramınız olsun. Burnunuzdan gəlsin ki, siz bu gün etiraz eləmirsiniz. Etiraz eləyənlərə aid deyil. Etiraz eləməyənlər burnunuzdan gəlsin. Gör, bir dənə şəhid anası qoşuldu mu? Ha? O günləri mən bax burada deyəcəm sizə, bunu da deyim bitirin. Səhərə yaxın İranı bombalamalıdırlar, onu da deyim. İndi mən xəbər gəldi. Səhərə yaxın İranı bombalamalıdırlar. Nə deyəsiydim? Baş tip yadımdan çıxdı. Deyələmə, nəsə deyəsiydim yadımdan çıxdı. İnan Allaha beynim torumuzdandır. İnan Allaha dəli kimiyəm. İnan Allaha deyir. Bu qədər mi? Biz onurumuzu, qürurumuzu, şərəfimizi itirdik. Bu qədər mi? Hə, o şəhid anaları TikTok səhifəsi var. Şəhid anaları. Orada bir ana oturur. O mənim mesajlarımı görübdür. Sadəcə mən subut eləyənməyəcəm. Ona görə söymürəm onu. Şəhid anaları qrupu var. Orada Ləmanı qoşublar. Ləman biraz populyardır axı. Biraz baxış sayı çoxalsın. Güldən jitondan atan olsun. Əli sağ olsun. Əli o qeyrətli bir oğlan var. Əli. Amerikada. Əli çıxdı orada nələr dedi sağ olsun. Amma Ləman orada söydü elədi. Əlini də söydü. Baxın ha, mən orada 50 dəfə yazdım. 50 dəfə yazdım mən ora. Xəmir yumruq mənəm dedim. Məni qoş ginən. 50 dəfə istək atdım. Hətta belə başını belədi. Qabil Türkoğlu yazdım. Belə baxanda gördü Qabil Türkoğlu. Belə başını belədi orada. Adımını deyil, nə bilim nə idi. Belə güldü ki, Qabil də buradadır. Qabil də qoşulmaq istəyir. Yarım saat 40 dəqiqə baxdım. Orada heç nə. Əliyə təşəkkür eləmək istəyirdim. Bir də bir-iki kəlmə söz demək istəyirdim. Məni o şəhid anası qoşmadı. Şəhid analar da artıq TikTokda dilənirlər. Ha ki, elə bir reis, icra başçısı yoxdur şəhid anasından tükürdeşməsin. General var, mən dedim müdafiə nazirə çıxartdılar. Yevlaxlı mayor şəhidin arvadıyla yaşayır. Mən deyəndə inanmırdınız İsmail'də. Yazıq o İsmail'dən bir şey var. Neydi o? İsmail'dən bir adam var o. Şərəfli bir insandı. Cəbhəçi zadı oldu. Neydi adı yadımdan? İsmail. Adı İsmail'dir. O da dedi, mən də dedim, ay millət, İsmail'də icra başçısının mavini, bələdiyyə sədri. Neydi onun adı? Süleyman. O Əcid deyirlər. Əcid. Kamran. Süleymanov'du. Neydi o Oğraş. Əcid yox. Kürt. Mesveti Kürt'ü. Kamran. Əlişir Süleymanov. İndi adıma düşdü. Əlişir Süleymanov. Dedim, 20 dənə şəhid anasını qayırıbdı. Şəhidin xanımını qayırıb. Mənə inanmırdılar. Devlet Təhlükəsizlik Xidməti. Axırda icra başçısının arvadını da qayranda bilibdi icra başçısı. Yuxarıya deyib ki, bu adam arala məndən. Məlum olur ki, 20 nəfər şəhidin xanımından, anasından, qızından cins əlaqə giribdi. Yaraşıqlı uca boy adam idi Əlişir Süleymanov. Tanıyanlar tanıyır o. Ovçi boyda oxuyur. Canlarım, ciyərlərim. Bakın bugünkü gündə şəhid anaları biriniz qoşulmadınız ha. Bir dənə şəhid anası qoşulmadı ha efirə. Yadınızda saxlayın ha. Siz şəhid anası değilsiniz. Siz İlham Əliyevin maraqlarının qurbanına çevirdiğiniz balalarınızın anasısınız. Qanını İlham Əliyev uğrunda satdığınız balaların anasısınız. Əlbəttə indi bizim efiri izləməyən şəhid anası var. İzləsəydi qulaq asardı, nömrəmizi bilsəydi çıxardı. Belələrine aid deyil. Yəqin bunlar sabah zəng eləyər, bürsün zəng eləyər. Mənim nömrəmi hər zaman bilir, indi də paylaşır. Hamı götürsün buradan, screen eləyib nömrəni. Xahiş edirəm. Qardaşlar, bacılar, canlarım, ciyərlərim. Oğlumla ölümlə olumun arasındayıq. Cənnətdən cəhənnəmin arasındayıq. Var olumla yox olumun arasındayıq. Namusdan namussuzluğun arasındayıq. Şərlə, şər qüvvələrlə, necə deyərlər, İmam Hüseyin haqq sevənlərlə nahaq sevənlərin arasındayıq. Bəzilərimiz yolumuzu seçməliyik artıq.